Herkese salam. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 107 işləyəcəyik. Gəlin başlayaq. Look at the image. Şəklə baxın. Write the clauses you see in your notebook. Burada gördüyünüz geyimləri dəftərinizə yazın. Birinci özü bizə verib. Birincidə gördüyünüz kimi burada şalvar şəkli var. Şalvar ingilisdə pants deyilir. İkincisidə gördüyünüz kimi bir dənə paltar var. Burada yazacaq ki shirt. Üçüncüdə gördüyünüz kimi bir dənə ayaqqabı şəkli var. İngiliscə ayaqqabıya shorts deyirlər. Dördüncüdə gördüyünüz kimi bir dənə idman ayaqqabısı var. İdman ayaqqabısına ingiliscə sneakers deyirlər. Beşincidə isə gördüyümüz kimi bir dənə jaket var. İngiliscə jaketə jacket deyirlər. Altıncı şəkildə isə gördüyümüz kimi bir dənə t-shirt, yəni futbolka şəkli var. Onun üçün yazacaq ki t-shirt. Birinciyi yazdığımıza görə gəlin ikinciyə keçək. İkincide gördüğünüz gibi bize iki tane farklı şekil verilip. Gelin indi okuyaq. Look at the images and find for difference. Deyir ki, verilmiş şəkillərə baxın, 4 tane fərqliliyi tapın. What is different in picture 2? Deyir ki, ikinci şəkildə fərqlər nədir? Gəlin indi baxaq. Birincisidə gördüyümüz, yəni daha çox ikincisidə gördüğünüz gibi bir Sarah burada kitap okuyor ama ikincisinde top ile oynuyor. Onun için yazacağız ki Sarah in picture 2 isn't reading a book. Kitap okumur. She is playing with a ball. O top ile oynuyor. Yani Sarah şekil 2'de kitap okumur, top ile oynuyor. İkincide ise gördüğünüz gibi, daha üçüncüdə Emma. Emma birinci şəkildə oturub musiqi qulaq. İkinci şəkildə isə kitab oxuyur. Onun üçün yazacaq ki Emma in picture 2 Emma isn't listening to music. She's reading book. Deyək ki, yəni Emma şəkil 2-də daha musiqi qulaq, o kitab oxuyur. İndi gəlin dördüncüyə baxaq. Dördüncüdə birinci şəkildə gördüyümüz kimi Max ilə Bill söhbət edirlər. İkinci şəkildə də həmçinin söhbət etməyə davam edirlər. Onun üçün yazacaq ki Max and Bill in picture 2 are still chatting. Yəni Max'dan Bill şəkil 2-də yenə də bir-birlərinə söhbət etməyə davam edirlər. Beşincidə gördüğünüz kimi birinci şəkillər Chandler və Liz televizyonda hava məlumatları haqqında program baxırlar. İkincisidə isə bir film baxırlar. Onun üçün yazacaq ki onun üçün yazacaq ki Jill və Liz şəkil 2-də yazdıq ki Jill and Liz picture 2. Jill and Liz aren't watching the weather program. They're watching a movie. Şəkil 2-də Jill and Liz hava durumu haqqında məlumata baxmır, onlar kinoya baxır. İndi gəlin üçüncü misala keçək. Üçüncüdə gördüyümüz kimi bizə müxtəlif cümlələr verir və orada qabağında verilmiş boşluğun qabağında verilmiş şəkillərlə tamamlamamızı istəyir. Birincisidə I ski in the mountains. Or gördüğünüz gibi bir de burada bir tane ice rink. Yani yazabiliriz ki yazacaq ki skate. Yani dağlarda xizə qaymaq olur. Amma bu yerlərdə skate eləmək olur. İkinci şəkildə gördüğünüz gibi
Rəqs edən insanlar var. Onun üçün yazacaq ki, dance. Rəqs etmək. I dance with my friends on the weekends. Mən həftə sonu dostlarıma rəqs edirəm. Üçüncü şəkildə birincidə gördüyümüz kimi bir dənə insan üzür. Üzmək ingiliscə swim deməkdir. İkincisində isə görürük ki, surf eləyir. Yəni surfing. Surf dalıcı. Yəni sən üzməyi tərcih edirsən, yoxsa surf eləməyi kimi mənası var. Dördüncüdə isə görürük ki, bir dənə uşaq voleybol oynayır. They play volleyball with their friends. Onlar öz dostları ilə voleybol oynayır. İndi gəlin dördüncüyə. Dördüncü misalda bizə deyir ki, put the pairs in the correct order to make for description. Bu da verilmiş sözlər cümlə formasındakı sözləri düzgün ardıcıla qoyaraq 4 fərqli cümlə alın. İndi gəlin işləyək. Gördüyünüz kimi verilmiş cümlə formasındakı sözləri birləşdirərək cümlələr aldıq. Gəlin oxuyaq. Birincisini özü bizə vermişdi. Finn is from Liverpool in the United Kingdom. Finn Birləşmiş Krallıqlardan Birləşmiş Krallığın Liverpool şəhərindəndir. Yəni o da dünyaya gəlib. He is 20 years old. He can play basketball very well. O 12 yaşı var. Onun 12 yaşı var və o basketbolu çox yaxşı oynaya bilir. And he can run very fast too. Həmçinin o çox sürətlə qaçıra bilir. İndi ikinciyə baxaq. Nuray is Azərbaycani. Nuray Azərbaycanlıdır. She is from Baku in Azerbaijan. O Azərbaycanın Bakı şəhərindəndir. She can play volleyball and run. But she can't dance. O voleybol da oynaya bilir və qaça da bilir. Amma elə də yaxşı rəqs edəmir. Üçüncüsü. Jos and Fernando are from Spain. Jos və Fernando İspaniyadandır. They are 11 years old. Onların 11 yaşı var. They can surf very well. But they can't swim very fast. Onlar çox qəşəng surf eləyə bilirlər, amma onlar elə sürətlə üzəmirlər. Dördüncüdə isə Clara and Katerina are from Mexico. Clara və Katerina Meksikadandır. They can ski. Onlar ski sürə bilirlər. Clara can ice skate, but Katerina can't. Clara ice skate edə bilir, amma Katerina etmir. Katerina can't dance. Katerina rəqs edə bilmir. Gördüyünüz kimi bugün sizinlə ingilis dili səhifə 107 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.